Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə təsvir sənət fənnindən KSK 3, 5-ci sinif variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Ornamentlər bitki motivləri ilə xarakterizə olunur. Söhbət hansı xalçadan gedir? Şirvan, Quba, Bakı. Ornamentlər bitki motivləri ilə xarakterizə olunurdu Quba xalçasında. Deməli, Quba xalçaçılıq məktəbində ornamentlər bitki motivləri ilə xarakterizə olunurdu və pirəbədil xalçası aiddir. B variantı. İkinci sual. Şəkildəki xalça hansı xalçaçılıq məktəbinə aiddir? Qarabağ, Bakı, Şirvan. Şəkildəki xalça Şirvan xalçasına aiddir. Yəni Şirvan xalçaçılıq məktəbinə. Adı isə Şilyan xalçası. Şirvan xalçaçılıq məktəbinə Şilyan xalçası aid oldu. C variantı. Üçüncü sual. Hansı sırada uyğunluq pozulub? Gəncə Xiləbuta, Quba Pirəbədil, Şirvan Şilyan. Şirvan Şilyan doğrudur. Quba Pirəbədil doğrudur. Gəncə xalçaçılıq məktəbinə isə Çıraqlı xalçası aiddir. Xiləbuta xalçası isə Bakı xalçaçılıq məktəbinə aiddir. A variantında uyğunluq pozulub. Dördüncü sual. Hansı variant yanlışdır? Klaf zolaqlı baş yaylığıdır. Doğrudur. Və göy və qızılı rənglərdən istifadə olunurdu. Ürək fantastik quşdur. Bu yanlışdır. Ürək qoruyucu ilandır. Xərpəş isə göy tacdır. Bu da doğrudur. Cavab B variantı. 5-ci sual. Qədim Misirin dövlət rəmzləri idi. Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Lotos və qamış, palma papirus, palmetta palma. Lotos və qamış qədim Misirin dövlət rəmzləri idi. A variantı. Həmçinin qədim Misir nəbati ornamentlərin vətəni adlandırmaq olardı. 6-cı sual. Şəkildəki simvolun adı nədir? Qamış, anks və lotos. Deməli, lotos gözəllik və əbədi həyat simvoluydu qədim Misirdə. Cavab C variantı. 7-ci sual. Qədim Misirdə yaşıl rəngin mənası nədir? Tanrı, günəş, təbiət. Qədim Misirdə yaşıl rəngin mənası təbiətdir. Günəş qızılı və sarı rəngin mənasıdır. Tanrı isə mavi rəngin mənası sayılır. Cavab C variantı. 8-ci sual. Kraliçanın dar zolaqlı üst geyimi nə adlanır? Skarabey, Kalaziris, Çalağan. Cavab B variantı. Kraliçanın dar zolaqlı üst geyimi Kalaziris adlandı. Skarabey müqəddəs böcəkdir. Çalağan isə qədim Misirdə istifadə olunan əşyalardır. 9-cu sual. Qədim Misirdə üst geyimin əsas hissəsi nə təşkil edirdi? Səndəl, Kalaziris, önlük. Qədim Misirdə üst geyimin əsas hissəsi önlük idir. C variantı. Kalaziris kraliçanın dar zolaqlı üst geyimi adlanırdı. Səndəl isə Firon və onun əyanları ayaqlarına geyindiyi palma, papirus və dəridən səndəl geyinərdi. 10-cu sual. Qədim Misir hökmdarının geyim xüsusiyyətlərini öz rəsminizdə göstərməyə çalışın. Nümunə olaraq isə belə bir geyim təsvirini çəkə bilərsiniz. Yəni, qədim Misirdə istifadə olunan geyimlər, əşyalar, geyimin üzərindəki bəzək, naxışlar nədən istifadə olunursa, onun rəsmini çəkməyi tələb edir. A variantı bu qədər. İndi isə B variantına keçək. Gəldik B variantına. Birinci sual. Həndəsi formalı göllər. Əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Söhbət hansı xalçadan gedir? Quba, Bakı, Gəncə. Deməli, əyri xətli nəbati elementlər Bakı xalçaçılıq məktəbinə aiddir. Bakı xalçaçılıq məktəbinə isə Xiləbuta xalçası aid edilir. İkinci sual. Şəkildə göstərilən xalçanın adını müəyyən edin. Baxaq. Çıraqlı, qaymaqlı və Xiləbuta. Şəkildəki xalça Gəncə xalçaçılıq məktəbinə aiddir və Gəncə xalçaçılıq məktəbinə isə Çıraqlı xalçası aid edilirdi. A variantı. Qaymaqlı xalçası Qazax xalçaçılıq məktəbinə aiddir. Xiləbuta xalçası Bakı xalçaçılıq məktəbinə aiddir. Cavab A variantı. Üçüncü sual. Hansı sırada uyğunluq pozulub? Gəncə Çıraqlı, Qazax qaymaqlı, Şirvan Malabəyli. Baxaq. Gəncə Çıraqlı doğrudur. Qazax qaymaqlı doğrudur. Şirvan Malabəyli. Şirvan xalçaçılıq məktəbinə Şilyan xalçası aiddir. Malabəyli isə Qarabağ xalçaçılıq məktəbinə aid edilir. Cavab C variantı. C variantında uyğunluq pozulub. Dördüncü sual. Firon və onun əyanları dəridən səndəl geyinərdilər. Nöqtələrin yerinə uyğun gələn variantı yaz.
lotos və qamış, palma papirus, lotos qrif. Firon və onun əyanları palma, papirus və dəridən səndəl geyinərdi. B variantı. Lotos və qamış qədim Misirdə dövlət rəmzləri sayılırdı. Qədim Misirdə gözəllik və əbədi həyat simvolu, qrif isə fantastik quş. 5-ci sual. Şəkildəki təsvirin adı nədir? Lotos, pişent, yoxsa xepriş? Lotos dedik ki, qədim Misirdə gözəllik və əbədi həyat simvoludur. Pişent 2 qat tacdır. Xepriş isə göy tac. Cavab C variantı. 6-cı sual. Qədim Misiri vətəni adlandırmaq olar. Nöqtələrin yerini doldur. Yəni qədim Misirin vətəni nədir? Nə adlandırmaq olar? Bayaq dedik ki, qədim Misirin nəbati ornamentlərin vətəni adlandırmaq olar. Və lotos qamışı isə qədim Misirdə dövlət rəmzləri sayılırdı. 7-ci sual. Qədim Misirdə mavi rəngin mənası nədir? Dedik ki, qədim Misirdə qızılı və sarı rəngin mənası günəş. Gümüşü və ağ rəngin mənası ay. Yaşıl rəngin mənası təbiət, məhsuldallıq. Mavi rəngin mənası isə tanrı, səma, su. Cavab B variantı. 8-ci sual. Hansı sırada uyğunluq pozulub? Anks əbədi həyat nişanı. B. Qoruyucu göz hakimiyyət simvolu. C. Skarabey müqəddəs böcək. Skarabey müqəddəs böcəkdir. Doğrudur. B. Qoruyucu göz hakimiyyət simvoludur. Bu yanlışdır. B variantı. Çünki qoruyucu göz ölümdən sonraki dirçəliş və fəlakətdən müdafiə edən simvol adlanırdı. Anks əbədi həyat nişanı. Doğrudur. Cavab B variantı. 9-cu sual. Kraliçanın tacı nə ilə bəzədilmişdi? Dəvəquşu lələyi, tovuz quşu lələyi, toyuq tükləri. Dəvəquşu lələyi ilə bəzədilmiş tac günəş formalı lövhəcik və ilan bərkidilmiş əşyalardan ibarətdir. Cavab A variantı. 10-cu sual. Lotos bitkisini təsvir et. Demişdik ki, qədim Misirdə gözəllik və əbədi həyat simvoludur. Bizdən lotos bitkisini təsvir etməyimizi istəyir. Nümunə olaraq isə belə bir təsvir çəkə bilərsiniz. B variantı bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.